Salam uşaqlar. Bugün biz Adil Hökmdar, Şah Abbas və qarı mövzuları daxilində tapşırıqları yerinə yetirəcəyik və bu mətni oxuduqdan sonra sualları cavablandıracaq. Elə isə gəlin bir tapşırığına nəzər salaq. Pənahabad şəhəri hansı tarixi şəxsiyyətin şərəfinə adlandırılıb? Sizcə, nə üçün bəzi yer adları tarixi şəxsiyyətlərin adı ilə bağlıdır? Uşaqlar, biz əgər xatırlayırsınızsa, daha öncəki dərslərimizdə Pənahabad şəhərinin yaranması haqqında mətn oxumuşduq. Elə isə gəlin xatırlayaq. Bəli, Pənahabad şəhəri Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın şərəfinə adlandırılıb. O, 18-ci əsrdə Qarabağ xanlığının əsasını qoymuş və bölgənin müdafiəsini gücləndirmək üçün Pənahabad şəhərini salmışdır. Digər sual, sizcə nə üçün bəzi yer adları tarixi şəxsiyyətlərin adı ilə bağlıdır? Uşaqlar, biz buna dair müxtəlif fikirlər söyləyə bilərik. Mən sizə nümunələri təqdim edəcəyəm. Şəxsiyyətlərin tarixi xidmətləri və rolu böyük olmuşdur. Onlar döyüşlərdə qələbə qazanmış, dövlət idarəçiliyində mühüm rol oynamış və ya xalq üçün önəmli işlər görmüşlər. Daha sonra deyə bilərik ki, onların xatirəsini yaşatmaq üçün şəhər və kəndlərə adları verilmişdir. Həmçinin, bu, tarixi hadisələrin unudulmamasına kömək edir. Xalqın keçmişini və mədəniyyətini gələcək nəsillərə ötürür. Gəlin bir tapşırığına nəzər salaq. Mətndə fərqləndirilmiş sözün hansı mənada işləndiyini müəyyən edin. Uşaqlar, əvvəlcə variantları nəzərdən keçirək. Dağ yamacının hündür hissəsi, atın boynundakı tüklər və itə verilən yem. Mətnin həmin hissəsini, yəni mətndə verilən fərqləndirilmiş sözün əks olunduğu hissəyə diqqət edək. Burada yalı sözü fərqləndirilmişdir. Gəlin həmin hissəni birlikdə oxuyaq. Qarı qonağa görə tələsdiyindən it üçün bişirdiyi yalı isti-isti yalağa tökdü ki, gedib yemək hazırlasın. İt dilini yala vuran kimi zingildəyib geri çəkildi. Uşaqlar, sizcə burada yal ifadəsi hansı variantda verilmiş ifadəyə uyğundur? Bəli, əlbəttə ki, itə verilən yem mənasındadır. Yal sözünü müxtəlif mənalarda cümlədə işlədin. Digər mənalarına diqqət edək. Sabir yala dırmanıb kəndə gələn yola baxdı. Bəli, burada A variantında verildiyi dağ yamacının hündür hissəsi nəzərdə tutulur. Növbəti, Koroğlu Qıratın yalını tumarlayırdı. Burada isə B variantında verilmiş atın boynundakı tüklər nəzərdə tutulur. İndi isə gəlin söz boğçasında verilmiş yeni sözlərin mənasına diqqət edək. Taxta çıxma, hakimiyyətə gəlmək mənasını verir. Nizami, mütəşəkkil, müntəzəm mənasını ifadə edir. Uzaq görən, bir şeyin nəticəsini qabaqcadan görməyə bacaran insanlara deyilir. Siyasətçi isə dövlətin daxili və ya beynəlxalq münasibətlər məsələləri ilə məşğul olan adama deyilir. Uşaqlar, C tapşırığına nəzər salaq. Mətnə əsasən öz hesabını götürmək ifadəsinin mənasını izah edin. Bu ifadəni izah etmək üçün əlbəttə ki, biz mətndə həmin ifadənin qeyd olunduğu hissəyə nəzər salmalıyıq. Beləliklə baxaq, Şah Abbas bu sözlərdən öz hesabını götürür, geri qayıdıb qoşun toplayır. Bu dəfə qarının dediyi kimi eləyir. Əvvəlcə Tiflisi mühasirəyə alır, çarəsiz qalan yerli əhali təslim olur. Beləliklə, biz nəticəyə gəlirik ki, Şah Abbasın qarının dediyi sözlərdən nəticə çıxarması nəzərdə tutulur. İndi isə C tapşırığına nəzər salaq. Mətnə əsasən suallara cavab verin. Birinci, Şah Abbas hansı hadisədən sonra Tağarbəyli kəndinə gəlib çıxır? Şah Abbas Tiflisə hücum edir, lakin məğlub olur və geri çəkilmək məcburiyyətində qalır. Növbəti hücum zamanı canını qurtarmaq üçün libasını dəyişib yola çıxır və sonda Qazaxdakı Tağarbəyli kəndinə gəlib çatır. İkinci, qarı tanımadığı qonağı necə qarşılayır? Uşaqlar, biz mətndə artıq oxumuşuq və bilirik ki, qarı Şah Abbası tanımadığı halda qonaqpərvərlik edir, mehribanlıqla onu evinə dəvət edir. Üçüncü, Şah Abbas qarının sözlərindən hansı nəticəni çıxarır? Əlbəttə ki, biz bu hissəni də mətnimizdə oxumuşuq. Şah Abbas geri qayıdıb qoşun toplayır.
Qarının dediyi kimi tələsmədən əvvəlcə Tiflisi mühasirəyə alır. Çarəsiz qalan yerli əhali isə təslim olur. Və dördüncü, qarı qonağının Şah Abbas olduğunu biləndə nə üçün qorxur? Bəli, mətnin son hissələrində bu sualın cavabı da qeyd olunmuşdur. Qarı qorxur ki, şah qarının sözlərinə görə onun oğlunun boynunu vurdurar. Və beşinci, Şah Abbas qarıya necə təşəkkür edir? Tağarbəyli kəndinin adını qarının oğlunun adı ilə adlandırıb Aslanbəyli qoydu. Özünü isə həmin kəndə bəy təyin etdi. Tapşırığına diqqət edək. Şah Abbas və qarı rəvayətində hansı tarixi faktlar öz əksini tapır? Uşaqlar, gəlin həmin faktları xatırlayaq. Şah Abbasın Tiflisə hücumu və eyni zamanda Qazaxın Tağarbəyli kəndinin adının dəyişdirilməsi, Aslanbəyli qoyulması da mətndə verilmişdi. Tapşırığına baxırıq. Mətnin məzmununa əsaslanmaqla yer adları xalqın keçmişindən xəbər verir fikrini izah edin. Gəlin həmin fikri daha geniş şəkildə izah edək. Yer adları bəzən tarixdə iz qoymuş şəxsiyyətlərlə bağlı olur. Bu adları araşdırmaqla bir xalqın tarixi və mədəniyyəti haqqında məlumat əldə etmək mümkündür. Bax belə, əziz dostlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.